Biri qılıncı götürüb boynumuzu vurmaq istəsə, bizim diqqətimiz Allahda olsa gözümüzü də qırpmarıq. Çünki insan bilsə ki, ömrü Allahın əlindədir. O qılınc boğaza yaxınlaşdıqca bu biləcək ki, Allah buyurur, mən sənə boyun damarından da yaxınam. Qılınca diqqəti yönəltsən, qorxu götürəcəksən. Allaha yönəltsən, Malik Əşlər haqqında əleyhissalam nə buyurur? Buyurur, gecənin qaranlığında adamsız səhrada yol getsə, gözü görməsə, birdən vəhşi bir heyvana ayağı ilə toxunsa, o vəhşi heyvan Malikə hücum eləsə, Malik gözünü də qırpmaz qorxudan. Yəni, gözü də qırpılmaz. Nəyə görə? Çünki diqqət Allahdadır. Bilir ki, hər şeyin ixtiyarı Allahın əlindədir. İbrahim əleyhissalam odun içinə necə daxil olur? Çünki bilir, oda yandırıcılıq verən Allahdır, o xüsusiyyəti Allah verib. İstəməsə yandırmaz, yandırsa da yandırır. Bu, bir sadə şeyin nəticəsində olur ki, fikir Allahın yanındadır, Allaha yönəlir. Allah bizdən bir şey istəyib, bizi yaratmaqdan. Bu sözü mən demişəm, alimlərdən birindən eşitmişəm mən bu sözü. Deyirdi ki, zarafatca deyirdi, amma zarafat şəklində bu sözü deyirdi, amma istəyirdi bizi insanları başa salsın. Deyirdi ki, insanların zikri var, Allahın tutaq ki, zikri olsa necə? Məsələn, deyir, təsbih götürsə Allah əlinə zikir deməyə, Allah zikir deməz. Allahın zikri ehtiyac yoxdur. Amma bu misal üçün deyir. Deyir, birdən Allah zikir desə, Allahın zikri hansıdır? Deyir, mən bütün dillərə baxdım, gördüm, heç bir dildə onu ifadə eləmək olmaz, Azərbaycan dilindən başqa. Deyir, nə farsda gözəl çıxır, nə ərəbdə gözəl çıxır, nə heç bir dildə. İstəsən Allahın zikrini hansısa dildə desən, ən gözəli Azərbaycanca. Deyir, Allahın zikri budur. Allah deyir, mənə bax, mənə bax, mənə bax. Allah bunu deyir bizə. Allahın bir işi var bizlə, gün ərzində, yaratdığı gündən ölənəcən bir şey deyir ki, mənə bax, mənə bax, diqqətin məndə olsun. Bunun üçün yaradıb bizi Allah. Bizdən bu məharəti alıblar deyə biz dindarlıq eləyə bilmirik. Alıblar deyəndə özümüz əldən vermişik. Heç kəs almayıb, özümüz əldən vermişik. Bütün ibadətlər və əqimis salah li zikri. Namaz qıl ki, məni yad eləyəsən, diqqətin məndə olsun. Namaz bunun üçündür. Qaçırsan o yan, bənə birdən deyir, stop, deyən, gəl canamazın yanında deyən, üzü qibləyə deyən, fikrin nəhayət ki, mənə yönəldir. Həccə aparır, vəzkurullah fi əyyamin mə'dudat. Həcc nə üçündür? Vəzkurullah ində məş'əril haram. Məş'ər var orada, Müzdəlifə, Mina, hamısından danışır Quranda, deyir, orada Allahı yad edin, orada Allahı yad edin, orada Allahı yad edin. Yəni, mənim sizlə davam budur ki, bir dənə sizdən xahişim, istəyim budur ki, bütün peyğəmbərləri də buna görə yollamışam ki, mənə diqqət eləyin, mən varam, mən yaratmışam sizi. Allahın dininin bizdən istədiyi budur. Və bizdən tələb olunan budur ki, bu məharəti öz içimizdə yaradaq. Öyrəşməyək ki, bizim fikrimizi səs-küy ilə aparsınlar. Özümüz könüllü şəkildə yönəldək Allaha diqqətimiz. Ona görə deyirlər, müstəhəbdir namazdan 5-10 dəqiqə qabaq namazı salıb oturasan, fikirləşəsən ki, kimə namaz qılacam. Bu ki, çətin işdir axı. Sadəcə məşq eləmək lazımdır. Eləməsə 100 ildə keçsə alınmayacaq. Elə heycilə elənəcək ki, mən düzəlmirəm, mən pis adamam. Vallah, çoxumuz pis adam deyilik biz. Çoxumuz pis adam deyilik. Yolun burasına gəlmişiksə, deməli, nəsə pis adam demək olmaz bizə. Sadəcə olaraq bacarmırıq deyə özümüzü pis hesab edirik. 5-10 dəqiqə qabaq otur, biraz düşün. Namazı qılandan sonra deyir, əssalamu aleykum deyib qaçma. Biraz otur, zikirdir. Zikir nə deməkdir? Zikir yad eləmək deməkdir. Subhanallah, bir dənə bunu fikirləşirsən ki, Allah paçdır. Allah paçdır sözünün üzərində insan düşünsə, xeyli şeylər özünə aşkar eləyər. Elə bir mühit yaranıb ki, qoymurlar insanların diqqəti cəlb olsun, sən də bu mühitin əsrinə çevrilmə. Bəzilərinin qorxusu budur ki, 5 dəqiqə sakit qalar, fikri Allaha yönəlir. Odur ki, fikrini qarışdırın, qoymayın, bir dəqiqə dayansın. Amma bunun müqavimət göstərmək bizim vəzifəmizdir. Dindarlığın əsas məharəti nədir? Əsas məharəti odur ki, insan görmədiyinə diqqət eləsin və bunu bacarmaq lazımdır. Ziyarətə gedirsən, eşitmişsiniz, alimlər deyir ki, qaçmayın tez İmam Rızanın zərihindən yapışmağa. Biraz oturun, baxın ki, mən kimin ziyarətinə gəlmişəm bu boyda yolu. Heç nə deyir, həcdə
Təvafdan qabaq otur biraz Kəbəyə bax, düşün, fikirləş, yönəlt diqqəti, özündə bu bazarlığı yarat. Arifən bi həqqih bütün ziyarətlərə şərt qoyub. Deyir ki, İmam Hüseyni ziyarət eləsə keçmiş və gələcək günahları bağışlanar kim Kərbəlaya getsə. Amma şərt budur ki, arifən bi həqqih, yəni ki, bilsin kimin ziyarətinə gəlib. Diqqəti harada olmaq, mühüm budur, diqqəti hara yönəlib. Niyə deyirlər harama baxmaq olmaz, bilirsiniz? Siz düşünmüsünüz, niyə deyir harama baxma, naməhrəmə baxma. Bilirsiniz nəyə görə? Onun neçə səbəbi ola bilər? Neçə səbəbi ola bilər? Ki, hamısını da izah eləmək olar. Bir səbəbi də bilirsiniz nədir? Allah ona görə bu cavanlara aid məsələdir. Deyir, naməhrəmə baxma. Ona görə ki, Allah bizə yaraşdırmır ki, hər özünü bəziyib sənin diqqəti cəlb eləmək istəyənə tərəf baxasan. Deyirsən, insansan. Elə sənin fikrin nə çəksə ona baxmalısan. Bir dəfə müqavimət göstər. Kimsə bəziyibsə sənin diqqəti çəksin, sən insansan, özünə hakim ol, hər bərbəzəli şeyə tərəf baxma. Allah yaraşdırmır ona görə. Allah yaraşdırmır ki, bir dənə filmə baxaq, qərq olaq, ixtiyarımız əlimizdən getsin, biri çağırsın, bizi eşitməyək. Olur uşaqlar görsün, o qədər diqqətlə baxır, qərq olur ki, çağırırlar, elə bil ki, yoxdur burada. Uşaqların, oyuncaqların görmüsünüz də hamınız, laf körpələr üçün düzəldiblər. Tərpədirsən, səs çıxardır. Neçün uşağın diqqətini çəksin? Müxtəlif oyuncaqlar var ki, səs çıxartmaqla fikir çəksin. Uşaq baxsın, görmüsünüz də uşağı başqa cür diqqət, ya əl çalırlar ki, uşaq səsə tərəf baxsın. Hədis-i Qudsidə Allah Peyğəmbərinə buyurur ki, mənim rəsulum uşaq kimi olma ki, hər qırmızı, yaşıl, sarı şeylər sənin fikri çəksin özünə tərəf. Görürsünüz, oyuncaqların müxtəlif rəngləri var. Qırmızı rəngdə, yaşıl rəngdə, sarı rəngdə. Adam var, vallah, 50 yaşı var, o uşaq kimidir. O uşaq kimidir. Rəngli şeylərə baxır ancaq. Fikrini çəkən kimi, gərək səs çıxartsınlar, özünü öldürsünlər ki, bu nəyəsə bir diqqət eləsin, fikir yönəltsin. Allah amma bizi səs-küyü ilə çağırmır, bilirsiniz, niyə? Çünki hörmət eləyir bizə. Deyirsən, uşaq duyursun, özün mənə tərəf yönəl, özün. Mən də başqaları kimi səs-küy salmayacam. Onlar səninlə uşaq kimi davranır deyə, səni uşaq bilir, sənin şəxsiyyətinə hörmət eləmir deyə, səni o cür özünə tərəf çəkir. Amma mən Allaham, səni yaratmışam, ən üstün varlıqsan sən. Sən zəhmət çək, özün öz diqqəti, özün öz iradənlə mənə tərəf yönəld. Biz pis öyrəşmişik, ona görə bizə hər dəfə hadisə lazımdır ki, yer göyə birləşsin ki, biz nəhayət ki, deyək, Allah var. Biri danışır ki, təyyarədə gedirdi, təyyarədə bir titrəmə oldu, hamı Allahı çağırdı. Bu, böyük bir hünərdir. Maşın dərəyə sürüşürdü, bütün hüceyrələrim ya Allah deyirdi. Bu məharətdir. Yaxud mənim yaxın adamım əməliyyat olunurdu, otağın qabağında o yan bir yana gəzib Allahı çağırırdım. Bu necə bəndəlikdir? Bu bəndəliyi Allah bəyənmir. Allah misal çəkir ki, onlar gəmidə olduqları zaman, elə ki, Quranda danışır, Dəvullah muxlisin, deyir, elə ki, gəmi sirkələndi, Allahı çağırarlar, elə ki, sahilə çıxartdıq, yenə öz işlərindədir. Bizim bəndəliyimiz belə bəndəlikdir. Gərək hadisə baş versin ki, bizim diqqətimiz Allaha yönəlsin. Amma məharət odur, Allahın istədiyi nədir? Məharət budur ki, adi vaxtda, adidən də adi vaxtda insan Allaha yönələr. Bu bacarığı insan özündə yaratsa, çox şey həll olar. İldə bir dəfə Qədr gecəsi olsun, cəmaat yığılsın, 1000 nəfər çıxsın, biri ya Allah, bikə ya Allah desin, hay-küydə ki, nəhayət ki, biz bir dəqiqə, bir gecə diqqətimiz Allaha yönəlsin. Amma o işlər bilirsiniz nə üçündür? Məşq üçündür ki, başqa vaxtda da özün elə. Hər dəfə hər gecə gərək Qədr gecəsi olmasın ki, sən Cənab nəhayət ki, fikri Allaha yönəldəsən. Allah istəyir ki, sakit halda diqqətimiz Allahda olsun. İçimizdə olan sərmayələrə diqqət eləyək. Biz bəzən bildiklərimizə diqqət eləsə işimiz düzələr. Bilmədiklərimizə yox. Doğrudan da qiyamət var, bunu bilirik hamımız. Amma bir dəfə fikirləşmişik ki, bu doğrudan da var. Bunun üzərində deyən çox yaxşıdır. Niyə deyir, zirəng adamlar Peyğəmbər buyurur, o adamdır ki, hər gün ölümü yad eləyə, möminlərin zirəngi odur. Zirəng insanlar budur. Bildiyi şeyə diqqət eləyə. Hər vaxtı, hər zamanda bu diqqət Allaha yönəlsə, bizim üçün çox çətin işlər asanlaşacaq.
Hər qəmgin adam, qüssəli adam, narahat adam istəsə bir anın içində özünü şad eləyə bilər. Bilirsiniz necə şad eləyə bilər? Mən nəyə narahatam, nəyimsə yoxdur ona. Mən yoxa yox, vara diqqət eləsəm nəyim var. O saat mənim qəmim sevincə çevrilir. Stəkanın yarısı boşdur, görsən yarısı dolu. Adam var boşa baxır, yarısı boşdur. Adam var doluya baxır, deyir yarısı doludur. Allah deyir sənə həmişə dolu hissəyə bax. Dolu hissəyə bax. Nəyin yoxdur ona kədərlənməyəcəksən. Sən sevin ki mən Allah yaradıb, mənə saysız hesabsız nemətlər verir. Mənim əlim var, ayağım var. Heç bir dəfə fikirləşmişik ki gözümüz olmasa nə olacaq? Olmasa onda deyəcək ki heç nə istəmirəm, bir dənə gözüm olsun, hər şeyimi verim. Amma indi var, varlığına sevinmirik. Çünki yanımızda olan şeyləri yadımızdan çıxır, diqqət eləmirik biz ona. Bir nəfər danışırdı ki uşağım xəstədir, əlacısız xəstədir. Dedim xəstəliyi nədir? Deyir ki tərləmir. Mən dedim ki bu əla bir şeydir, kaş məndə də olardı tərləməyəm. O deyir, yox, bu o vəziyyətdədir ki, biraz hava isti oldu, gərək buzu qoyasan sinəsinə, soyuq su tökəsən üstünə ki, bu ölməsin, nəfəsi kəsilir bunun. Və əlacı da deyir, çox çətindir. Neçədən biri müalicə olunub sağala bilir. Əgər diqqəti buna yönəltsin, şikayətləndiyin şey var ki, tərdən öldüm istidən. Ona sevinəcəksən ki, nə yaxşı mən tərləyirəm, bu neyməti mənə vermirsən. Dünənəcən gileyləndiyin, şikayətləndiyin şeylərə şükür eləməyə başlayacaqsan, şad olmağa başlayacaqsan. Ailənlə, evdəkilərlə kobud davranırsan, diqqət elə ki, bir gündə birdən məsələn bunlar mənim yanımda olmasa, dünyasını dəyişsə. Nə qədər adam var deyir, kaş yanımda olsun, nə desə dözərəm. Tək ki, gözüm görsün onu. Amma bugün gözü görür, azı danışır. Amma bu baxımla baxsa, bu baxımdan yanaşsa məsələyə, baxır nəyə diqqət edirsən. Ki, bu sabah olmasa, mən bunun bir dənə görməyimə həsrət qalacam. Allahdan deyəcəm, kaş bir dəfə onun üzünü görərdim, indi görürsün. Onda görəndə başqa cür baxacaqsan. Onda da təəccüblənəcək ki, mənə niyə belə baxır? Onda zövq alacaqsan, baxmaqdan, ünsiyyətdən ləzzət alacaqsan. İnsan diqqət eləməyi öyrənə. Mühüm budur, nəyə diqqət edirsən. Biri sənə acı bir söz deyir, o saat ondan narahat olmursan. Çünki o saat onun elədiyi indiyəcən yaxşılıqlara diqqət edirsən. Ki, mənə nə qədər yaxşılıq eləyir. Bir dənə pisliklə axı bütün yaxşılığı silmək olmaz. Haqq var mənim boynumda. Bununla mənim xoş günlərim, yaxşı günlərim olub. Bu mənə xidmət eləyib. Buna diqqət eləyər. Amma insanların çoxu belə deyir, çünki yoxa diqqət edir. Bir dənə pislik, 50 dənə yaxşılığı bir anın içində silir, aradan aparır, yadından çıxdı. İnsanın diqqətini idarə eləməsi çox mühüm şeydir. Allah istəyir ki, hər gün səhər yuxudan duranda, evdən çıxanda Allahı yad eləyək. İmam Hüseyn ağa deyir, səni tapan nəyi itirib, səni itirən nəyi tapıb. Mənim sənin kimi Allahım var. Eşitmişsiniz də o Bəhlul, bunu çox danışmışıq biz. Gəlir xəlifəyə deyir ki, xəlifə deyir, oturur, baxır, öz mülkünə fəxr eləyir. Deyir, ay buludlar, haracan gedirsiniz, gedin mənim mülkümdən çıxa bilməyəcəksiniz. Harun Ər-Rəşid. Çox böyük səltənət sahibi olub. Elə qəşəng, gözəl tərzdə Bəhlul onun nəsihət eləyir. Deyir, Harun, bir sualım var. Deyir, nə sual? Deyir, birdən boğaz yolun tutulsa, bir qurtum su boğazından keçməsə, razı olarsan səltənətin yarısını verəsən ki, bu yolu açsınlar. Deyir, əlbəttə tərəddüdsüz verərəm. Yemək boğazımdan keçməyəndən sonra, su keçməyəndən sonra səltənətini inirəm. Deyir, yaxşı, birdən, üzr istəyirəm sizdən, o suyun çıxmaq yolu bağlansa, razı olarsan ki, səltənətin yarısını verəsən, tək o yolu açsınlar. Deyir, bəli, tərəddüdsüz verərəm. Nedirəm səltənəti canım sağ olmayandan sonra, öləndən sonra. Ondan sonra deyir, bir dünya ki, onun qiyməti bir içim suyu içib bədəndən çıxartmaq qədərdir. Ona görə İmam Musa Kazıma zülm eləyirsən. Ona görə bu qədər oyun çıxardırsan, bu qədər zülm eləyirsən. İmamı zindana salmısan. Malik olduğun dəyərlər, Allahın verdiyi neymətləri insan yad eləsə gündə, stəkanın dolu hissəsinə baxsa, boş hissəsinə yox.
pərdə arxasına diqqət eləsə, özündə bunu tərbiyə eləsə, çox şad keçər onun həyatı və çox çətin şeylər asanlaşar. Ən böhranlı vəziyyətdə xanım Zeynəb deyir, ma rəeytu illa cəmila. Deyir, Kərbəlada nə gördün? Deyir, gözəllikdən başqa heç nə görmədim. Ən çətin məqamda o qədər sinəsinə dağ çəkilən adam nəyi görürdü Kərbəlada? Allahın nə verdiyini görürdü, aldığını yox. Təbii ürəyi dağlanırdı, gözündən yaş da gəlirdi. İmam Hüseyin tikə-tikə doğranır göz qabağında. Amma əsas diqqəti İmam Hüseyini ona bəxş eləyən Allaha idi. Ki İmam Hüseyin canını verməklə nə qazanır, nə gözəl səhnədir. O vəziyyətdə xanım Zeynəbdən soruşurlar, deyir, ma rəeytu illa cəmila. Mən gözəllik gördüm Kərbəlada. Gözəllikdən başqa heç nə görmədim. Quran buyurur, "Ellezine iza asabethum musibetun qalu inna lillahi və inna ileyhi raciun." Möminlərdən danışır. Buyurur, onlara müsibət üz verəndə deyirlər, biz Allahdanıq və ona tərəf qayıdacağıq. Yəni əlindən alınana baxmır. O saat yadına düşür ki, mən Allahdanam və ona tərəf qayıdacağam. Əbu Zərin oğlu ölmüşdü, gəldi qəbri üstə ağladı. Dedi, elə bilmə ki, səni itirdiyimə görə ağlayıram. Ağlayıram ona ki, kaş biləydim nə soruşdular, necə cavab verdim. Kaş bilərdim ki, sualların cavabını verə bildin ya yox. Əlindən neymət gedəndə, başına müsibət gələndə Quran buyurur ki, möminlər o kəslərdir ki, deyərlər biz Allahdanıq. Yəni o saat Allah yada düşər. Diqqət Allahın yanında olar. İmam Hüseyin əleyhissalam, İmam Səccad əleyhissalamın duasıdır. Əbu Həmzə Somali duasında baxın, sözümü tamamlayıram mən. Təbərrük üçün bu duadan bir neçə cümlə deyirəm. Deyir, əbki li xuruci nəfsi. Deyir, ağlayıram, İmam Səccad deyir, ağlayıram canımın bədənindən çıxması anına görə. Və mali la əbki, bəs niyə ağlamayım? Əbki li zulməti qəbri, qəbrimin qaranlığına ağlayıram. Görsən, həmin o bildiyi şeyləri yadına salır, təzə şeyə ehtiyac yoxdur. Hər birimiz axşam, hər gün bilirik də ölüm var. Çətin məsələdir ki, elmə ehtiyac var, yox, hamı bilir də buradakı ölüm var. Bizdən nə tələb olunur? Sadəcə hərdən bir o ölümü yad eləyək. Ancaq cənazə görəndə yox, heç bir hadisə baş verməyəndə özümüzdə bunu tərbiyə eləyək ki, mən gündə neçə saat sadəcə, yəni saat demirəm, heç olmasa dəqiqədən başlayaq. Baxın, mümkündür insan Allaha ibadət eləyə, mömin insan ola, günün bir 15-20 dəqiqəsini düşünməyək ki, mən hardan gəlmişəm və hara gedəcəm. Ona görə əleyhissalam sadə bir söz deyir. Deyir, rəhiməllahu imrəən əlimə min eynə və fi eynə və ila eyl. Allah rəhmət eləsin o kişiyə ki, bilir hardan gəlib, hardadır və hara gedəcək.